Çıktı gül gül oyandı, her taraf al boyandı. Derdimden neçə oğlan yanar, o da qalandı. Mən güləm gül üzü, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Ay aman, mən güləm gül üzü, yarım heç zaman solmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir. Sabahın xeyir sənə. Ne bir şey mahnı oxuyursan? Çox sağ ol. Necəsən? Şükür, sən necəsən? Şükür. Yaxşı gəldin. Onları şeydən mən bunları çıxardım da. Hə, qızları da oyatmaq lazımdır hələ. Hə. Bugün dərsin var, məşq. Hə, məşqə gedəcəm. Deyirəm bəlkə bugün məşqə falan getməyə. Qızlar gəlsin, qızlarla bir danışaq. Ola bilər əslində. Bezdirmə doy, həftə içi 5 gün. Bəlkə istirahət edək bu gün. Mən Gəzməyə falan gedək, mağazinə falan gedək. Podiuma da gedərik. Hə, onlar paltar alarıq. Aytəngil dursa. Hə, onlar oyadarıq da indi. Yəqin oyanarlar, hələ tezdir. Onlar gənə biz çaydan yeyək. Bu qızlar niyə durmur? Sən get oyada onları. Gözlə gedin bunları. Qızlar! Gedin onları oyadım. Hə, yaxşı. Aytən! Gəlirlər. Hə, nə yaxşı. Sabahınız xeyir. Sabahınız xeyir. Sən necə durdun? Nə bilim. Salam qızlar, sabahınız xeyir. Sabahın xeyir. Bugün bir-iki planımız var, oturun çaydan. Hə, bayaqdan onu danışırıq elə. Tamam, nə plan? Gəl deyəcəm. Gəl deyəcək. Bəlkə bugün gedək, podiuma falan gezək, paltaralaq. Olar, təbii. Gedək. Mən bugün 6-cı gündür qızlar istirahət etmək istəmirəm. İstirahət vaxtı. Ayda işə bak. Həmişə belə edirsən. Gəzib istirahət eləmək olmur. Hə, o da ola bilər bənim düzdür. Qızlar gedin, siz gedin. Çox sağ ol Aynur. Onda belə eləyək də, Şəfəq evdə dincəlsin. Biz də gedək əvvəlcə Podium Parka. Bax, paltarı çox bəyənmişdim. Gedək bəlkə bunlara baxaq, başqa bir Gedək baxaq, paltarlara keçən il falan. mən də getmişdim. Hə, sən də bəyəndiyin kofta var idi. Sonra da gedərik, biraz gəzərik. Gözəl hava. Hə, biraz gəzərik. Piknik falan da edə bilərik. Əslində bu piknik ideyası Ağlabatan oldu. Həmişə qrupla dərs eləyəsi deyilik ki. Yəni. Onda mən xanəndə yoldaşlarıma da deyim, Nihat gidə hamısına. Birləşək, gedək piknik eləyək. Çox əla olar. Hava da əsl piknik havasıdır. Xankəndə hamı alışır. Biz Şuşaya necə Amma gedib lazım. Həqiqətən elədir. Amma mən həqiqətən o öz Təsəvvür eləyirsiniz, Xəyal illər eləməzdim sonra ki, buradayıq. Bakıda gəlib Xankənddə tələbə olmaq. Cidden xəyal eləməzdim. Mən keçən il oxuyanda, hazırlaşanda fikirləşirdim ki, bu vaxtlar incəsənətdə təhsil alacağam, Bakıda gəzəcəm falan. Qəbulda eşitdim ki, bəs Xankəndidə universitet, dedim mütləq bura getməliyəm Hə, da. sən onu de, biz tətildə Səma ilə danışırdıq bu imtahan ərəfələrdə. Deyirəm təsəvvür elə ki, Xankəndidə oxuyuruq, həm tələbəyik, Qarabağ Universitetində. sonra bir yerdə iş yoldaşı oluruq. Amma sizi bilmirəm qızlar. Amma xanəndələr üçün Qarabağda Təbii ki. təhsil almaq o. Nəinki xanəndəyilər, bütün ixtisaslarda Qarabağda. Xanəndələr Qarabağda təhsil almaq.
Uşaqlar, bizim bugünkü mövzumuz, ev tapşırığımız dominant septakord dönmələri və həlli idi. Ümidvaram ki, siz hazırlaşıb gəlmisiniz və indi mən tək-tək suallar verəcəm. Siz mənə cavab verərsiniz. Nailə, sən qur zəhmət olmasa, sol majorda dominant ters kvart akord həlli ilə. Si, re, mi, sol diyez. La, do diyez, mi, la. Yaxşı. Nihat, sən qur fa majorda dominant sekund akord həlli ilə qur zəhmət olmasa. Sekund akord 4-cü pillədən vurulur. Fanın da 4-cü pilləsi si-dir. İşarəsi. İşarəsi də si bemoldur. Mən indi sizə bu akordları ifa eləyəcəm və siz təyin eləyəcəksiniz. Buyurun. Bu nə akorddur? Qulaq asırıq. Hara həll olur? Dominant septakord. Yox. Hara həll olur? Oxuyun bir dənə. Ters kvart akord. Dominant ters kvart akord. Bu nə akorddur? Sekund akord. Dominant sekund akord. Bəli. Daxilə həll olundu. Kvin seks akord. Dominant quinsex akord düzdür. Dominant septakord düzdür. 32 il bir insan taleyində, bir insan ömründə çox uzun bir müddətdir. Və bu 32 il ərzində bizim qəlbimizdə doğma yurdumuza olan sevgi, vətən həsrəti heç vaxt solmadı. Və bugün mən buradayam. Bura 2024-cü ildə, may ayının 10-unda ilk köç olanda, yəni mən də doğulub baya başa çatdığım mədəniyyət beşiyi olan Şama qayıtdım. Və hal-hazırda burada yaşayıram və Xankəndidə o böyük, möhtəşəm Qarabağ Universitetinin İncəsənət Fakültəsində musiqi nəzəriyəsi fənlərindən dərs verirəm. Bu akordlar, bu septakordlar bilavasitə tonikaya da həll olunur. Dominantadan tonikaya da. Mən sizə bunun dominantadan tonikaya həllini göstərmək istəyirəm. Özümü çox xoşbəxt hiss edirəm ki, bir zaman oxuduğum bir məktəbdə bugün müəllim kimi çalışıram. 32 yaşım var idi buradan gedəndə və qaydanda birinci dəfə gələndə cıdır düzündə sanki mən yenə də 32 yaşında oldum. Çox qəribə bir hissdir. Mənə elə gəldi ki, yeganə mən yaşamışam o hissi. Amma sonra çox insanlardan eşitdim ki, bura qaydanda hamı özlərini elə hiss eləyiblər. Orada artıq bax. Aksetlə. Artıq səsi. Oradan tarixini çox sevmişəm. Ona görə ata apardı məni qoydu musiqi məktəbinə, Ağsu rayon Uşaq musiqi məktəbinə. Orada mənim ilk müəllimim Cavanşir müəllim. Buradan salamlayıram, Allah ona uzun ömrdən sağlıq versin. Sonra Ramiz müəllim oldu mənim müəllimim. Onlardan mən 5 il təhsil aldım, 5 il dərs aldım. Sonradan mən Mingəçevir şəhərində keçirilən müsabiqələrin birində, orada mənim yaşım da düşmürdü müsabiqəyə. Sadəcə olaraq müəllimim ısrarla dedi ki, bəs bu uşağa bir qulaq olsun, görün bundan nə ola bilər. Orada da mən bir uğurlu ifa elədim. Orada münsiflər heyətimiz məni çox bəyəndi və mənə dəvət edədilər Respublika İncəsənət Gimnaziyasına, Milli Konservatoriyanın tərkibində. Oxuduğum müddət ərzində də bir çox Respublika müsabiqələri keçirilirdi. O müsabiqələrin demək olar ki, elə hamısında laureat olmuşam. Birinci, ikinci, üçüncü yerlər, Respublika müsabiqələrində. Ələkbər, bizim bugünkü dərsimiz Mozart Rondo. Əsərin ölçüsü necədir? Allegretto, Allegrodan biraz asta. Asta. Buyur başla görün. O aksetlər bildir. Təmiz.
var, bax. Mi, sol. Ay, sol. 2018-ci ildə 5-ci beynəlxalq muğam festivalı keçirilir. Beynəlxalq müsabiqədə mən 1-ci yerə layiq görüldüm. Ondan sonra mən magistraturaya qəbul oldum. Magistraturanı bitirəndən sonra məni konservatoriyaya işə götürdülər 2020-ci ildə. Konsertmeyster olaraq. Bizim Respublikamızın xalq artisti Nəzakət Teymurovanın sinifində konsertmeyster işlədim 1 il. Buradan salamlayıram Nəzakət xanımı da. Sonra konsertmeyster 1 il işləyəndən sonra artıq müəllim kimi fəaliyyətə başladım Milli Konservatoriyada. 2 il işlədim orada. Sonra Cənab Prezidentin sərəncamı ilə Qarabağ Universiteti açıldı. İstəyirdim ki, belə İncəsənət Fakültəsi açılsın, gedim Qarabağda işləyim. Hərə öz belə deyək, postunda bir əsgərdir də, bizim də bir töhfəmiz olsun bu torpaqlarda ki, gələcəkdə bir burada gözəl tarzənlər yetişdirək. Deməli, uşaqlar, bu günlərin biz keçəcəyik Arazbarı Zərbi muğamı, həm də ritmik muğam deyirlər. Başlayaq Ələkbərdən. Ələkbər, buyur. Görüm necə ifa edəcəksən Arazbarını. Ailəmlə köçdüm Xankəndinə. Burada mənə dövlətimiz tərəfindən hər cür şəraitdə yaradıldı, ev, bütün məişət problemləri hamısı aradan qaldırıldı. Və bura gəldim mən, burada elə sənətkarları gördüm ki, bura gəlib. Məsəl üçün bizim xalq artistimiz Eşan Mansurov, həm də xanımı ilə, Nərgiz xanımı ilə gəlib. Sonra bizim Xanəndə kafedranın müdürü Səbuhi İbayev, Firuz müəllim, Firuz Səxavət, Anar müəllim, Anar Şuşalı. Yəni bizim burada fakültəmizin dekanı Türkər müəllim. Yəni biz elə bir əhatədəyik ki, burada elə bir gözəl insanların, gözəl sənətkarların əhatəsindəyik ki, mən şəxsən burada o insanların ətrafında işləməkdən həm fəxr edirəm, elə bir sənətkarlarla çiyin-çiyinə çalışıram. Həm də bu Qarabağda yaşamaq, burada işləmək, belə sizə deyim ki, yəni başqa bir hissi. Tamam başqa bir hissidir. Çünki Şuşanın dağlarına baxıb Şuşanın dağlarını oxuyursan, çalırsan. Necə olmalıdır? Əvvəl yəni bu şeylər hamısı bizə yuxu kimi gəlirdi. Şükür Allaha ki, biz bu günlərim artıq o reallığı yaşayırıq. Biz Eşənlə 1988-ci ildə ailə qurmuşuq. 37 il artıq biz bir yerdəyik və ilk günlərdən biz həmişə bir yerdə çalışmışıq. Konsertlərdə, müsabiqələrdə iştirak eləmişik. Biz təklif alanda ki, bu Qarabağda universitet öz işini başlayır və təklif gələndə biz çox sevindik və birinci mən özüm dedim ki, gedirəm, istəyirəm gedim orada dərs deyim. Bugünkü gündə mən çox şadam ki, mən burada dərs deyə bilirəm. Tələbələrim də çox yaxşı, yəni ki, tələbələrim var. İlk tələbələrdir ki, bax burada onlar təhsil alırlar. Aytac, indi biz nəyin üzərində işləyəcəyik? Etüdün üzərində Çerni nömrə 17 Lə minor. Buyur. Yaxşı. Bax, fikir vermək lazımdır. Nəyə fikir vermək lazımdır? Birinci fortadan başlayırsan. Sonra piyano, diminuenda eləyirsən, səsi biraz azaldırsan. Hə.
Qarabağın torpağı, Qarabağın havası, Qarabağın hər şey, yəni ki, müqəddəsdir və bizi üçün çox önəmlidir, bizi üçün çox sevindiricidir ki, biz burada dərs deyə bilərik və öz fəaliyyətimizi, yəni ki, biz burada göstərə bilərik. Çox vacibdir sol əlinin üzərində işləmək ayrıca. Çalaq buyur. Yaparım tezliyle toylasın. Sen əcəb mən alaram, mən də bir bəy olaram. Sen əcəb mən alaram, mən də bir bəy olaram. Pulum var, 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 pulum var gələrəm. bilirəm gələrsən. Elə belə yarımsan. Belə canımsan. Qoy xalımı bəy yaparım tezlilə toy eləsin. Qoy xalımı bəy yaparım tezlilə toy eləsin. Məni decə sən alasan, sən də bir bəy olasan. Məni decə sən alasan, sən də bir bəy olasan. Pulum var, 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 puluma gələrəm. bilirəm gələrsən. Elə belə yarımsan. Belə canımsan. Bu ton rənglər mən o qədər də yaraşmır. Bəlkə çəhrayı götürək. Yox, çəhrayı mən özümdə ağam. Belə qırmızı tonlarında tünd rənglər daha yaxşı olacaq. Elə də bax burada koftalar var da tünd rəngli. Qırmızı yaxşı gedər. Məncə qırmızı sənin rəngin açar. Yenə baxaq da aynada. Baxaq.
necədir? Rəngi açıqdır. Şimdi öz ən sevdiyim rəngdir. Mənim də yoxlayım da bunu. Yoxla. Çantalara baxaq. Orada bu rəngini gözəl. Tutdu biraz. Sarhoş kuşum gibi. Bu nasıl rəngi? Bu rəng gözəl. Kızlar. Ay ya, ne qəşəng oldu. Necədir? Allah. Tam rəngini də açdı. Amma belə yaxşı rəng, isti rənglər düşür. Həm də rahatdır da, yəni. Universitetdə rahat gedib gəlir. Buna qəşəng sırğa falan da gedər. Aksesuar, Aksesuar. uzun. Onu da Allah bunu. Məncə də var. Ne qəşəng görünürsünüz siz belə. Sevgilim seyrə çıxaq, burada gəlik baharı. Sevgilim seyrə çıxaq, burada gəlik baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dili dodağım tarikaman Qarabağ. Qarabağdan Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dili dodağım. Burada tələbə kimi oxumaq həqiqətən çox qürur vericidir. İlk məzun olacaq. Bu fəxirdir. Qarabağın hər cuşəsi, hər qarışı çox gözəldir, çox möhtəşəmdir. Burada daim dostlarımızla, tələbə yoldaşlarımızla gəlib piknik edirik. İlk dəfədir ki, Qarabağda yazı qeyd edirik. Ruhunu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarikaman Qarabağ. Qarabağ can Qarabağ. Şəkili olsam belə, bura mənə daha doğma gəlir. Heç demək olar ki, tətillərdə, bayramlarda heç Şəkiyə getmirəm. Burada keçirirəm bayramları, tətilləri. Özümü bura aid hiss edirəm. Fikirləşirəm ki, 4 ildə burada yaxşı keçəcək. Daha sonra inşallah magistrda burada oxuyub, elə burada da işləməyi seçərəm. Qarabağ can Qarabağ ana yurdum. Bunları nəyə almışıq? Gəl içək də bir. Niyə içək?